Dadlı görünür, düzdür, amma dadı görünüşündən də dadlıdır. Onda başlayaq. İlk olaraq bir paket tam südü boşaldırıq. Bir kiçik stəkan duru yağ, bir stəkan su, 3 qaşıq şəkər tozu, 1 çay qaşığı da duz əlavə edib yumurtaları sındıraq. Əgər bu ölçüdə ediriksə, 3 yumurta kifayət edəcək. Bundan sonra vanilin əlavə edib, əsas məsələ olan unumuzu da götürürük. 3 stəkan unu qaba əlavə edəndən sonra mikserlə qarışdıracağıq. Burada mikseri tapmağa yer tapmadım deyə ən uyğun variant modemi çıxarmaq oldu. Davam edək. Qəşəng qarışdırıb 2 yerə bölürük. Biri ağ, digəri qara olmağına görə kakao əlavə etməliyəm. Yaxşı da 3 qaşıq bəs edir. Elə məndə də qalan 3 qaşıq idi. Bunu da qarışdırandan sonra keçirik qazda işimizə davam edək. Dayan, hələ də bizə abunə deyilsən? Abunə olmağın tam zamanıdır. Elə isə 5 saniyəni ayır, abunə ol və bildirişləri aç. Tavanın içini tam doldurmaq lazımdır. Nə çox qalın, nə də çox nazik. Yanlarını yavaş-yavaş tavadan ayıraq ki, götürmək asanlaşsın. Yoxsa işimiz çox çətin olar. Digər üzünü çevirib, onu da azca bişirib götürək. Və kakaolu bişərkən görüntüsü lap ləzzət edir. Hamısını bişirdiyimizə görə qazla işimiz qutardı. Başlayaq növbəti mərhələyə. Qaymağı qaba tökək və yenə mikser, yenə də modem. Qaymaq tam yumşalsın deyə qarışdıraq. Labne pendirini skuşonuna əlavə edib hamısını birlikdə qarışdırırıq. Tortumuz meyvəli olduğuna görə bananımızı doğrayaq. Aypara kimi olsa daha yaxşıdır, amma istəsəz başqa cür də eləyə bilərsiniz. Və gəldik işin ən çətin və can alıcı hissəsinə. Düz bir qab, üstünə də tort qəlibi qoyub, içinə qaymaqlı qarışımı sürtürük və üzərinə bilinç xəmirini qoyuruq. Bilinç xəmirlərini simmetrik qatlayıb yanlardan asılmış formada düzürük ki, sonra tortumuzun üstünü bağlaya bilək. Düzüb qutardıq. İndi içərisini dolduraq. Hər qata qaymaqlı qarışım əlavə edib üzərini bağlayacağıq. İkinci qata bananları düzüb, növbəti qata kiviləri. Kivi qatından sonraki qata da şokolad dənələrini əlavə edirik. Neçə qat edəcəyiksə, sıralı şəkildə davam edirik. Banan, kivi, şokolad və ya kivi, banan, şokolad heç bir fərqi yoxdur. Əsas odur dadı gözəl olsun. Ən son qat üçün meyvələri xəmirə büküb, üstünə qoyub, onun da üzərini örtüb, qaymaqlayıb başlayırıq bağlamağa. Bağlayanda ehtiyatlı olun ki, qopmasın xəmir. Hamısını ortada birləşdirib, üstünə də qaymaq sürtürük ki, açılmasın. İndi isə tortumuz hazırdır. 2 saatlıq soyuducuda istirahətə buraxırıq ki, tort özünü tam tutsun. Çəkməyi unutmuşam, amma tortu götürdükdən sonra üstünə qaymaq çəkib, meyvələri düzüb forma verə bilərsiniz. Düzdür, dadı çox mükəmməldir, əladır, amma bu əziyyətə dəyərmi heç bilmirəm. Bəs siz necə düşünürsünüz? Evdə əziyyətlə hazırlamaq, yoxsa hazır pulunu verib almaq? Hər kəsə nuş olsun. Əgər bəyəndinizsə, videoya like qoyub, abunə olmaq və ən əsası fikrinizi bildirməyi unutmayın. Çünki bizim üçün fikirləriniz çox önəmlidir.